Hər vaxtınız xeyirli olsun. Marketing Talks-un artıq 79-cu buraxılışı ilə yeni mövsümdə yenidən efirdəyik. Əlim, uzun müddət keçib aradan. Necəsiz? Çox sağ olun, yaxşı olasınız. Yaxşı Mən də olun. salamlayıram izləyiciləri. Bilmirəm onlar darıxdı yoxsa yox, amma biz darıxdıq onlar üçün. Bəli, eyniliyinə. Sanki burada bir qrup yaranıb və bir söhbət edirmiş kimi, bir dost ortamı varmış kimi söhbət edirik. Uzun zamandır yaxın dostlarımla görüşmədiyim kimi hiss edirəm özümü. Təbii, həm də ki, Marketing Talks-un arda-arda çəkilişləri davam eləyəndə hər dəfə yeni insanlarla tanış olurduq, tanıdıqlarımızla yenidən görüşürdük. Bəli. Və belə deyim ki, artıq bir müddətdir ki, gələn geri dönüşlər onu göstərir ki, insanlar platformadan həm də, yəni platform əslində öz maarifləndirmə missiyasını kifayət qədər yerinə yetirə bilir. Razıyam. Və mən də buna sevinirəm. Yəni dinləyicilər, izləyicilər arada bir geri dönüş verirlər ki, filan mövzunu orada baxdıq, bunun bir balaca dərinləşdirilmiş versiyası olsa daha yaxşı olardı. O artıq təlimə gedir çıxırdı. O təlimdir də. Biz dərinləşməni necə eləyə bilərik? O artıq təlimə keçir axı. İncimiyinə o mənada demirəm, amma yenə də doğrudan da elədi. Olur, var belə bir şərh, bir dənə şərh var idi ki, daha yaxşı olardı ki, daha detallı gedərdiniz. İndi izah eləyə bilmirəm ki, daha detallı getmək üçün studiyanın artıq saat icarə etmək lazımdır. Qonaqdan da artıq darıxmalı 2 saat danış. Hətta yadımdadır, bu sonuncu biz Oba Marketlər şəbəkəsinin ofisində olanda. Bəli. Əməkdaşlardan biri Kamran bəy, Bəli. araşdırmalar bölməsi səhv eləmirəmsə, o üzrə məsul şəxs belə bir ifadə işlədi ki, müəllim, deməli 2 dəfə bazar araşdırmalarla bağlı verilişiniz olub, buraxılışınız olub da, əladır, birinci də, ikinci də. Üçüncü də olsa deyir, mən artıq təlimə ehtiyac yoxdur deyir. Mən baxıb deyir, hər şeyi götürürəm. Bu arada biz Oba Marketlər şəbəkəsinin adını niyə belə rahatlıqla çəkirik? Çünki buraxılışımızın sponsorudur və buradan onlara çox-çox təşəkkür edirik. Bizi yeni mövsümdə də tək qoymadılar. Aləmşah çayları ilə və hər gün suları ilə bizə sponsor oldular. Sadəcə sponsor kimi təşəkkür etmək istəmirəm sözün əsl mənasında. Mən biraz su məsələsində vasvası olan insanam. Yəni belə necə deyirlər, suyun dadı yoxdur, amma mənim üçün suyun dadı belə var. Mənim üçün fərqi yoxdur. Mənim üçün çox fərqi var həqiqətən də. Hətta bunu onların ofisində belə səsləndirmişdim ki, mən hər suyu içə bilmirəm. Düzdür, fikirləşəndə su gəndə dedim, mən bunu içməsəm, mən bunu necə deyə bilərəm ki, hər gün suları için. Bir dəfə, 2 dəfə şans verdim, dedim, yox, içə bilərmişəm, əladır. Ona görə sizə də tövsiyə edirəm ki, elə adına qəşəng adı var. Niyə? Çünki hər gün su içməyimizi xatırladır. Sağlamlığımız üçündür, başqa bir şey üçün deyil. Və mənim kimi çay sevənlər varsa, artıq mövsümdə gəlir. Havalar qəşəng sərindir. Deyirəm, misal, çay içənlərə çayxor deyirlər, su içənlərə görəsən nə deyirlər? Biz çayzadə deyirik bu arada, çayxor deyil, çayzadə. Çayzadə, suzadə olardı onda, yox. Və qeyd edeyim ki, Aləmşah çayları da məhz bizim sponsorlardan biridir. Ona görə də onlara da təşəkkür eləyirəm. Amma bununla da yekunlaşmır. Bizim tərəfdaşımız da var, Digibum agentliyi. Onlara da sonsuz təşəkkürlər. Sosial mediada bizi dəstəkləyirlər və bu kitabları boşuna qarşıma qoymamışam. Bilirəm ki, gözləyirsiniz. Çünki son 2 buraxılışda söz vermişdik ki, Parlaq nəşriyyatla bizim Parlaq İmzalar nəşriyyatı ilə bizim belə bir anlaşmamız var ki, hər buraxılışda bir kitab hədiyyə edəcək və onların da bizim bəli, bizim ofisimizdə artıq o kitablar yığılıb. Ona görə də hər buraxılış söz vermişəm ki, hədiyyə eləyəcək. Sonda yenə bir kitabı elan eləyəcəm, hansı kitabla bağlı hədiyyə eləyəcək və əlbəttə ki, ötən verilişdən şərh yazanların arasından bir kitab hədiyyə edəcəyimiz şəxsi seçəcəyik. Bundan əvvəl də bizdə Yusif bəy qalib gəldi və onun hədiyyəsini də çatdırmış olduq. Maşallah. Gördüm mən, oxudum kommentlərdən. Bəli, bizim buraxılışımızda bugünkü qonağımız da, bilmirəm, bəlkə də təsadüfən belə alındı. Əslində bir neçə nəfərə, mən dedim yay tətili qutarıb, hamı qayıdıb gəlib, amma gördüm yox, hələ səfərdə olanlar da var. Qonaqlarımızın siyahısına baxdığım zaman o adamı Bakıda tapdım. Tapdım və bugün xoş təsadüf nəticəsində elə Oba Marketlər şəbəkəsində fəaliyyət göstərən, öz işini davam etdirən Fuad bəy qonağımızdır. Xoş gördük Fuad bəy. Xoş gördük, xoş Necəsiz? Təşəkkür edirəm, çox sağ olun, sizlər necəsiniz? Sizin şirkəti sizin qarşınızda sizin şirkət. Məncə bu çox yaxşı bir şeydir. Mən də kimsə oturmaqla. Öyrəşmişəm artıq. Xoş sözdür. Qəşəng. Sizdən ricam, deməli bizim bugün mövzumuz CRM-lə bağlı olacaq. Daha əvvəl də biz əslində CRM-lə bağlı mövzumuz olmuşdu və bilirəm ki, yenə də istəmişdilər. Ümumiyyətlə bu elə bir mövzudur ki, bunu təkrar üzərindən getsək çox şeylərə rast gələcək və çox detallar olacaq. Elə yenə də təlim. Terminator filmdəki Terminator 1, Terminator
ki, bizdə indi CRM 2. Amma hər fərqli, yəni hər mütəxəssisin fərqli fikirləri var bununla Təbii, bağlı və əlbəttə ki. öyrənəcəyimiz, faydalanacağımız çox şey var. İstənilən istiqamət o qədər genişdir, əhatəlidir ki, hər bir mütəxəssisin indi fərdi təcrübəsi var, dünya görüşü, bilik əhatəsi eynən. var. Yəni düşünmürəm ki, biz də çalışacağıq təbii ki, birinci buraxılışı təkrarlamayaq. Suallar fərqli istiqamətdə olsun ki, sizə də maraqlı olsun izləmək. Ona görə də məncə izləməyə dəyər. Elədirsə başlayaq. Başlayaq. Milyon show. Fuad bəy, ilk olaraq başlamadan əvvəl istərdik ki, bizi izləyənlər sizi tanısın. Mən Fuad Babayev, iş karyeramı 2005-ci ildən başlamışam, marketinq reklam sahəsində. Sonradan 2008-də karyeramı demək olar ki, sıfırdan Bakseldə çağrı mərkəzi agenti kimi başladım. Sonradan orada marketinq analitiks, B2B analitika, hesabatlar və planlama yarım bölmə rəhbəri və qalxdım. Sonda 2021-ci ildə orada Azərconnect-dan konsolidasiyadan sonra ayrıldım. Kontaktom şirkətində başladım, CRM manager, sonradan müştəri xidmətlərinin əlaqədirməsi departament direktoru kimi çalışdım. Sonradan başqa şirkətlərdə çalışıb və sonda hal-hazırda OBA-da CRM şöbəsinin, yəni müştəri əlaqələrinin idarə edilməsi şöbəsinin rəhbər kimi çalışıram. Şad olduq bir daha. Çox sağ olun ki, vaxt ayırıb gəldiniz. Mən suallara başlamadan əvvəl maraqlı bir statistik, kiçik bir maraqlı bir fakt tapmışdım. İstəyirəm onu birinci səsləndirim giriş etmədən əvvəl. Dünya statistikalarına görə CRM bazarının həcmi artıq 60 milyard dollardan çoxdur və hər il 12-13% böyüyür. Şirkətlər CRM-ə yatırılan hər 1 dollara qarşı orta hesabla 8,7 dollar geri qazanır. Çox maraqlı faktdır. Yəni CRM sadəcə bir proqram deyil, şirkətlərin müştəri ilə münasibətlərini qoruyan, satışlarını artıran və layihəlıq yaradan əsas sistemdir. Çox maraqlı bir statistikadır və əslində CRM-in nə qədər əhəmiyyətli olduğunu göstərir. Biz də bugün söhbətimizdə bu istiqamətdə toxunacağıq, amma təbii ki, qlobaldan yox, yerli bazardan danışacağıq. Amma qlobaldan da misallar gətirmək istərdim ki, bizi izləyən sahibkarlar, bizi izləyən iş adamları hardan başlamaq lazımdır, necə etmək lazımdır? Çünki çox vaxt datanı əldə edirlər, amma doğru oxuya bilmirlər və yaxud da doğru istifadə edə bilmirlər. Biraz da o məsələlərə toxunacaq ki, onlar necə və hardan başlasınlar. Amma giriş üçün belə bir sual verim ki, çox yaxşı vurguladınız. Karyeranız elədir ki, elə bir təsadüfən gəlib CRM-ə düşmüş biri deyilsiniz. Artıq bunu əvvəlcədən çağrı mərkəzindən başlayaraq fəaliyyət göstərmisiniz. Bu təcrübə müddətində sizdə ən çox hansılara şahid olmusunuz ki, ən çox edilən səhvlər CRM datanın toplanmasında? Belə deyərdim, ən çox edilən səhvlər odur ki, ümumiyyətlə şirkətlər öncədən öz müştərisini çox yaxşı tanımalıdır. Yəni onlar müştərisinin həm vərdişlərini, həm onun ümumi olaraq həyat tərzini çalışmalıdır, öyrənsin. Hansı ki, CRM bu baxımdan həmin şirkətlərə çox vacib bir, belə deyək, tooldur, bir proqramdır. Amma datanı kör-körana yığmaq bu CRM-i çaşdıracaq. Yəni belə deyək, biraz ədəbi sözləndirsə, düşünün ki, CRM bir qayıqdır, data onun avarlarıdır. Yəni o datanın qırıq, sınıq, salxaq olması və ya yarımçıq olması qayığı qarşıya aparmayacaq. Əksinə olaraq yerində fırladacaq, hətta çevirib aşıra bilər. O baxımdan CRM-in ən alt hissəsi, datası möhkəm, düzgün və tam şəkildə olmalıdır ki, CRM işlədən şəxslər düzgün yöndə yönəlsinlər. Mənim başqa bir sualım var. Bu indi karyeradan düşmüşkən söhbət. Məsələn, müşahidəm onu deməyə əsas verir ki, bizim bazarda, Azərbaycanda belə deyim, kifayət qədər marketinq, daha doğrusu kifayət qədər CRM istiqamətində formalaşan mütəxəssislərimiz yoxdur. Yəni ən azından müəyyən bir indi CRM mütəxəssisi deyəndə orada təbii ki, indi rollar fərqli olur bir CRM şöbəsinin daxilində. Amma ən azından həmin şöbənin bir kiçik mütəxəssisindən, bir operatorundan, CRM operatorundan belə tutmuş, CRM rəhbərinə qədər bazarda kadr çatışmazlığı, ümumiyyətlə marketinq kadr çatışmazlığı bu faktdır, amma CRM-də bu xüsusidir. Deyirəm, düşünürəm ki, məsələn, bəzən özümə sual verib düşünürəm ki, yaxşı, CRM, hər dəfə biz danışırıq ki, CRM vacibdir, CRM bizneslərə $1
xərcli return $8 verə bilərsin statistikaya indi məsələn nümunə olaraq istinad edirəm. Niyə bizdə bu önəmsənilmir? Bu birinci sualımdır. İkinci sualım isə niyə mütəxəssislərimiz formalaşmır bu sahədə? Çünki biznes önəmsəməməyinə fərqli səbəblər ola bilər də. Deyə bilər ki, qardaş mən orada bir 3 nəfər, 5 nəfər gətirdim, yığdım bir yerə, amma o $1-dan $8 düzəldən olmadı mənim üçün indiyə qədər. Yəni əksinə elə o $1-dan bir 90 qəpikdə zərərə saldılar məni. Belə deyək də. İndi niyə bu səbəbdir ki, bu önəmli hesab olunmur? İndi səbəblərdən birini mən dedim sizə ki, şirkətlər bəlkə buna görə önəm vermir. Kifayət qədər kvalifikasiyalı mütəxəssislərimiz yoxdur və niyə kvalifikasiyalı mütəxəssislərimiz formalaşmır? Yəni əslində sualım iki başlı sualdır, amma belə. Mən buna belə cavab verdim, biraz geniş cavab vereyim və sadə dildə. CRM nə üçün yarandı? CRM ehtiyacdan yarandı. Öncədən Azərbaycanda olan şirkətlər hamısı satış üzərində qurmuş bir taktika ilə satış edirdilər. Yəni insanların onsuz da ehtiyacı var idi, o məhsulları alırdılar. Rəqabət forması yaranırdı ancaq reklam vasitələri ilə. İstər digitala çıxırdılar, istər BTL, ETL. Sonradan baxdılar ki, artıq yəni belə deyək, devalvasiya oldu, bunun dəyəri öldü və şirkətlər cost save-ə getməyə məcbur oldular. Cost save-ə gedən zaman düşündülər ki, yəni biz reklama pul xərcləyirik. Amma biz bütün kütləyə çıxırıq. Yəni kütləvi reklama çox pul gedir. Amma onun xeyri həmin Şəbnəm xanımın dediyi kimi $1 xərcləyib gətirməyə bilirlər. O əksinə CRM gətirir. Niyə? CRM öz müştərisini, yəni onun daimi müştərisini analiz edir və rəqib müştəriləri də analiz edir. Potensial müştəri deyənə, onların maraqlarını marağa görə bölüb reklamı göndərir. Yəni standart sözlə nöqtə atışı vurur, belə deyək. Yəni kütləyə çıxmır. Kimin nəyə ehtiyacı varsa, o ehtiyacı ona verir. Təbii, bəli. O baxımdan indi hal-hazırda yəni gördüyünüz kimi AID inkişaf eləyib və bizim standart sosial şəbəkələrə girdiyimiz zaman hər hansı bir fərq etmir məhsul maraqlananda bizim qarşımıza o çıxardır. Bu da o CRM-in bir hissəsi. Amma niyə şirkətlər önəmsəmir buna? Şirkətlər niyə önəmsəmir? Çünki şirkətlər üçün bu yad idi və şirkətlər belə deyək də, belə bir mütəxəssislər Azərbaycanda az idi. Məcbur olub ekspat xariciləri gətirdilər. O da büdcə cəhətdən bahadır və yönəldilər o mütəxəssisləri marketinqin digər yerlərindən, istər digital, istər başqa bir kommunikasiyadan çəkməyə və ya brenddən. Amma o mütəxəssislər o sahədə belə deyə professionallaşmışdılar. CRM daha dəqiq. CRM mən deyərdim ki, CRM-də işləyən hər bir şəxs mütləq şəkildə müştərini tanımalıdır. Sonra biraz analitikadan başa çıxmalıdır, çünki kör-köranə datanı analiz etməlidir. İşləmək olmaz. Müştərini tanıyıb, analitikanı biləndən sonra artıq o marketinq komandasının tələbinə uyğun olaraq onlara həmin o müştəri kütləsini verir. Və mütəxəssislər də belə deyək, ancaq marketinqin fikri ilə otursa, yəni marketinqin dediyini etsə, CRM-in heç bir mənası olmayacaq. Biraz belə deyək ki, xarakter cəhətdən də güclü olmalıdırlar onlar ki, öz fikirlərini təsdiqlədə bilsinlər. O baxımdan düzdür, inkişaf gedir və hal-hazırda yaxşı mütəxəssislər yetişir, deyərdim. Amma ən əsas da deyərdim ki, CRM-də çalışan hər bir şəxs yaxşı olardı ki, mən özümə misal demirəm, yəni müştəri xidmətləri sahəsindən çıxmış adamlar olsun. Çünki biz özümüz də, siz də, mən də hər hansı bir şirkətdə bir vəzifədə çalışırıq, amma digər şirkətin müştərisiyik. Yəni CRM mütəxəssis özü də şirkətdə mütəxəssis ola bilər, amma hər hansı bir şirkətin müştərisidir. Və o özünə rəva bilmədiyi həmin şirkətdən məntiq olaraq öz çalışdığı şirkətdə öz müştərisinə rəva bilməməlidir. O prinsip üzərindən işləsə, CRM çox ağıllı və çox gəlirli bir belə deyə tooldur. Siz maraqlı dediniz segmentasiya tərəfindən. İndi əslində belə bir məqamda var. Bir çox sahibkarların elədiyi səhvlər var, hansı ki data alırlar. Hazır datanı almağa çalışırlar və burada da nəticə nə olur? Həmin ora yatırılan pul nəticə gətirmir və deyir, nə oldu, məndə data var da, bəs bunun nəticəsini niyə görmürük? Orada yığılan o müştəri profilləri əslində onun auditoriyası deyil. Sadəcə hazır bir data almış olur. Düzdür, mən demək istəmirəm ki, bu hər kəsin elədiyi bir yanlışlıqdır, amma bu fakt var ki, Azərbaycanda ki, bir çox sahibkar gəlir datanı, hazır data alır, nömrələr və yaxud da e-maillər, oralara məlumatlar göndərir, amma geri dönüşünü ala bilmir. Bu da var. Mən icazənlə Şəbnəm orada bir haşiyə çıxardım. Birincisi
bu praktika bunu tam da səhv hesab eləmək olmaz. O baxımdan Bildim nə mən edirsiz. fikrimi izah eləmək istəyirəm. Doğru data varsa, əgər doğru auditoriyanın datasıdırsa, Əldə elədiyin data, məsələn, belə deyək də, birbaşa kanaldan əldə elədiyin data bu öz yerində. Bir də var dolayı şəkildə əldə elədiyin data, amma o datadan sən necə düzgün o datanı təmizləyirsən, emal edirsən və istifadə edirsən və ümumiyyətlə o datanı əldə etməklə bağlı məqsədi öncədən bilməyindən asılıdır. Səhv hardadır? Bizdə belə deyək də müştəri hüquqlarının müdafiəsi nöqteyi nəzərdən. Bəli, o da var. Bəli, doğru. yəni heç bir izin olmadan, heç bir icazə olmadan satılır o məlumatlar. Yəni bu haşiyəni istirdim sadəcə. O müştəri profili əslində məsəl üçün, yəni hazır data almır insan, amma deyir ki, mən özümdə müştəri profilimi yaratmaq istəyirəm. Onu necə yarada bilər? Təkcə demoqrafik məlumatlar kifayət edir yoxsa yox? Çox gözəl məqama toxundunuz. Datanı hardansa almaq özü bir belə deyək ki, qeyri-professional bir yanaşmadır. Nə baxımdan? Yəni bu ilkin olaraq acizcəsinə, heç bir məlumat olmayanda bir məlumat olaraq okey sənə bəs edə bilər. Amma o məlumatlar hardan alınıb və sənin sferanda, sənin sektorunda işləməyib, digər bir sektordan və ya rəqibdən alınıb. Burada CRM-in əsas mövqeyi də odur ki, CRM topladığı datanı müştərinin məlumatı olduğuna görə konfidensial saxlamalıdır. Yəni o məlumat qırağa çıxmamalıdır. Bu CRM-in professional cəhətdən yanaşmasıdır. Digər cəhətdən data. Data bilirsiniz necədir? Bizim hal-hazırda CRM-lər, yəni şirkətdə CRM boom kimi yarandı şirkətlər arasında və çox belə deyim, maraq yaratdı. Amma data bizdə çekli datadır əksər şirkətlərdə. Hal-hazırda bəli təmizlənir və bunun üzərində çox işlər gedir. Bu da nədən irəli gəlib? Öncədən də dediyim kimi biz satış üzərində qurulmuş şirkətlərdə əsas məntiq olaraq satış qururdular. Bu zamanla baş verir. Mən canlı bir nümunə çəkeyim. Fərq etmir, bu elektronika, retail olsun və ya FMCG olsun. Ən çox da FMCG-də ümumiyyətlə data yığmaq çox çətindir. Çünki insanlar gündəlik çox tez-tez girir. Elektronikada belə deyək ki, misal çəkək ki, insanların bir unik ID-si yaradılır, kontragent yaradılır ona və hər hansı bir kampaniya olanda sistem yüklənə bilir və satıcının çox təəssüf ki, bonusları satışdan gəlir də. Yəni onun marağı ən çox onadır. Yəni əgər KPI qoymasılar CRM-ə. O baxımdan satıcı marağında deyil ki, satışı doğrudan da alış edən müştərinin datasının üzərinə vursun. Çünki onun kontragentini tapmalıdır, indiki aldığı məhsulu o belə deyə dataya əlavə etməlidir. Ona görə yenidən dublikat data yaradır. Yəni dublikat kontragent yaradır. Bu da CRM-in ən birinci düşmənidir ki, müştərilər parçalanır. Bu o deməkdir ki, data parçalanır və bundan sonra CRM-in iki ən əsas qolu segmentləşmə və itirilmiş müştərini tapmaq çox çətin olur. Qısa bir misal çəkeyim. Tutaq ki, hər hansı bir X müştəri, onun dövriyyəsi şirkət üçün 30 mindirsə və 30 mini artıq o, belə deyə, premium müştəri sayılırsa, onun 30 mini bir profildə birləşmir. 3 profilə bölünür və artıq 30 min olmur. Deməli, müştərinin normal düzgün segmenti təyin olunmadı. Bu yanlışdır artıq. Digər tərəfdən tutaq ki, biz şirkət özü məntiq qurur ki, məndən müştərim olub, amma son 3 ayda məndən alış etmir. Mən ona çıxım ki, bəlkə nəsə problem yaşanıb və ya nəsə. Çıxır müştəri dedi ki, yox, mən sizdən elə keçən həftə alış etmişəm. Niyə? Çünki bunun bir profili 6 ay öncə alıb, sonradan yeni profil yaradıblar və artıq o 2 həftə əvvəl doğrudan da alıb. Deməli, dublikat getdi və mən düzgün itirilmiş müştərimi tapa bilməyəcəm. O baxımdan data təmiz yığılmalıdır. Mən bir balaca bu məsələdə Fuad bəylə fikirlərimiz fərqlənə bilər. Yenə də öz təcrübəmi paylaşmaq istəyirəm, ya biliklərimə görə, fikrimə görə. Təmiz datanı bir mənbədən təmiz formada əldə eləmək bu asan məsələ deyil. Məsələn, gəldi adam indi gəlin məsələni reallığa keçirdək də. Hər bir şirkətin o şansı yoxdur ki, müştərini kassada qarşılasın və ancaq o kassada gələn müştəri, çünki müştəri dövriyyəsi həmin belə deyək də satış mərkəzində aşağı, yuxarı təkrarlanır. Bəli. Düzdür? Məsələn, götürək, real bir şey götürək, bəlli bir faiz müştəri axını var hansısa bir marketə və orada o müştərilər ənənəvi olaraq gəlir gedir, bəlli bir faizi yenilənir onların da, belə deyək. Amma şirkətin hədəfi nədir? Şirkət deyir ki, mən bazarda yeni müştəri, yəni satışı artırmaq üçün, bazar payını artırmaq üçün daha yeni müştəri kəşf eləməliyəm falan. İndi yaxşı, müştərinin bazasında bu məlumat yenilənmir. Çox az sayda yenilənir, düzdürmü?
əlavə məlumat mənbələri kəşf eləməlidir. Yeni müştəri məlumat mənbələri kəşf eləməlidir ki, öz hovuzuna bu yeni müştəriləri qatsın. Yəni təkcə kassadan gələn Əlbəttə, sən məlumatı kassadan yox. gələn CRM-in əsas mənası, məntiqi odur ki, mövcud müştərilərlə işi düzgün idarə eləməkdirsə də, həm də eyni zamanda niyə deyirlər ki, məsələn, data mənbələri kəşf olunmalıdır əvvəlcə ki, o CRM-ə hər dəfə məsələn, call centerdən sizin daxili məlumatlar, kanallardan call center var, rəqəmsal var, nə bilim filan var. Hansısa şirkət gedir sərgiyə, sərgidən məlumat çəkir. Fikrimi çatdıra bilmir, orada yeni müştərilərin məlumatlarını doldurur, daxilə çəkir. Eyni zamanda da praktikada rast gəlinən bir şeydir ki, məsələn, üçüncü tərəfdən məlumatın əldə edilməsi. Amma bu hüquqi nöqteyi nəzərdən doğru şəkildə icra olunmalıdır. Və o məlumat əsas məqsəd nədir? İdentifikasiya məlumatı, identifikasiya datası deyirik də biz ona. Yəni identifikasiya məlumatları, adı, soyad, telefon falan, peşməkan üçüncü tərəfdən əldə oluna bilər. Fikrimi çatdıra bildim. Əgər hüquqi tərəfdən buna icazəsi var, yəni alanın da, verənin də. O əldə olunandan sonra bu mənim artıq tam datam deyil elə CRM-də. Okay? Bu identifikasiya datamdır. İdentifikasiya datasının belə deyək də düzgünlüyünün yoxlanması üçün CRM fərqli kampaniyalar keçirə bilir. Məsələn, Məmmədov Məmməd, filan nömrə, filan telefon, misal üçün. Əcəba Məmmədov Məmmədə məxsusdurmu bu nömrə? Kimi çatdıra bildim. Ondan sonra həmin məlumatı hansısa bir CRM kampaniya ilə müştərini stimullaşdırmaqla, nə bilim, başqa bir formada o məlumatları merge eləyir, yoxlayır. Okay, təsdiqin tapdısa, okeydir, bu düz datadır, bu düz datadır, fikrimi çatdıra bildim. Yəni, sonraki təbii ki, növbəti mərhələlərdə artıq o müştəriyə bir push strategiyası əsasında çalışır ki, o yeni müştəri olaraq onu həmin biznesə cəlb eləsin, ondan sonra digər datalarını toplasın və s. və l. Aydındır. Yenə də mən sualı bir balaca sadələşdirəcəm ki, bizi izləyənlər arasında əgər özünün datasını yaratmaq, CRM-ni qurmaq istəyənlər varsa, 3 əsas müştəri profilində diqqət etməli olduğu 3 əsas məlumatı hansıları olmalıdır? 3 olmaya bilər, 5 də ola bilər, fərqi yoxdur, amma hansıları detallı? Birinci ad, yaxşı olar soyad, ki, nömrə. ilk olar ki, o sualı məsələn verəs ki, müştəri profilində hansı məlumatların olmağı yaxşıdır? Əslində elə ona Yəni, gəlib çıxır. profili Elə o bəli, mənada nədir? soruşuram ki, 3 ona görə soruşuram ki, adətən detallı soruşanda daha çox diqqətinizi ki, aha 3 dənəsini qeyd edin. Ona görə mən bu ipucuları da xahiş edirəm. İzlənilməsi üçün Elə birbaşa ipucularıdır. niyə əziyyət Amma- verirsən? Müştəri profili nədir? Birinci onu açsın, sonra əsas Yaxşı. məlumatları məncə sadalaya bilər. Müəllim nə dedisə odur. Birinci zəhmət olmasa müştəri profilinə Belə bağlı. deyə də standart olaraq müştərinin ad soyadı, hər hansı bir layihəlıq proqramı və ya kart alsan, layihəlıq kartı, orada səndən ad soyad və GSM nömrə, yəni əlaqə nömrəsi soruşurlar. Çox təəssüf ki, Azərbaycanda hələ insanlar öz FIN kodunu və ya şəxsiyyət məlumatlarını verməyə biraz qorxurlar. Düzdür, düzəlib, çünki artıq dövlət proqramları asansima inkişaf eləyir və insanların inamı artır. İlkin növbədə unikləşdirmək üçün bizə lazım olan GSM nömrə və ad soyaddır. Cins artıq belə deyək ki, ad soyada uyğun olaraq bilinmək mümkündür. Region artıq bu sənin sahəndən asılıdır. Bunu CRM-ə düşən insan öyrənir. Necə öyrənir? Məsəl üçün telekommunikasiyada götürək ki, region necə təyin olunur? Bu artıq şirkət strategiyasının son olaraq 1 ay, 2 həftə fərq etmir. Həmin nömrənin hansı şəbəkədə ən çox yerləşdiyi yer, onun regionu seçilir. Bu retailda bu necə seçilir? Hansı müştəri, hansı mağazadan müəyyən vaxt çərçivəsində daha çox alıbsa, deməli bizim müştəri o regionun müştərisidir. O ola bilər onun iş yerinə yaxın olsun, o ola bilər onun yaşayış yerinə yaxın olsun. Bu artıq yenə deyirəm, CRM-in özünün etməli olduğu həmin o dediyimiz analitik etməlidir. Bunu düşünməli. Çünki müştəridən o datanı almaq üçünsə sən müxtəlif maraqlı, belə deyə, layihəlıq proqramları, lotereyalar keçirmək mümkündür ki, o datanı əldə edək. Əli bəyin də dediyi kimi, bəli, müştəri datası gəlir, qıraqdan almaq mümkündür, amma o sənin ilk növbədə o özü də çekli datadır. Orada nə etməlidir? Bu artıq CRM mütəxəssislərinin üzərinə iş düşür. İlkin olaraq sən o data bazasını öz data bazanla merge eləməlisən. Niyə? Sənin ola bilər ki, sənin orada artıq müştərilərin var. Bəli. Çıxardasan. Yeniləri isə artıq belə deyə analiz edə-edə daha təmizlərini keçirdəsən. Bu sənin potensial müştərilərindir. Çünki data tək axı mağazadan gəlmir. Data bizim çağrı mərkəzi doğru buyurdunuz. Çağrı mərkəzində müştəri bütün şikayət, məlumat, müraciətlər oradan gəlir. Bizim sosial şəbəkələr gəlir. Düzdür, o dataları birləşdirmək biraz çətindir, amma
Etmək mümkündür, mümkünsüz deyil. Oradan etmək olar, mağazadan etmək olar. Bunu omnichannel-lar. Yəni müştərinin bütün təmas nöqtələrindən şirkətə datanı yığmaq olar. Həmin dediyimiz kontragent, yəni unique ID, müştəri ID-si bütün bu kanallardan toplanan datadan yaranır. Və bütün bu dediyimiz istər çağrı mərkəzi, istər satış, istər marketinq, üçü də o datadan istifadə edir. Yəni burada çox adam satış və marketinqə önəmə çəkir, amma çağrı mərkəzi şirkətin siması üzüdür. Çünki müştəri ilə ilk olaraq front da olmasa, yəni o canlıda qarşılaşır və bu zaman nə baş verir? Sənin təmiz datan olandan sonra sənin çağrı mərkəzi agentin zəng zamanı artıq kimin zəng vurduğunu bilir. Onun şikayətlərini öncəki görür, onun alış tarixçəsini görür və artıq o şikayət edəndə onun hansı məhsuldan şikayət etdiyini belə rahatçılıqla orada qeyd apara bilir. Və artıq marketinq nə edir? Marketinq kampaniya göndərəndə əslində o çağrı mərkəzinin qeydiyyat sisteminin inteqrasiya olunanda baxır ki, müştərilər nədən çox şikayət edir? Hansı məhsuldan çox şikayət edir? Bu ola bilər belə xidmətdən şikayət olsun, bu ola bilər məhsuldan, bu ola bilər qiymətdən, keyfiyyətdən. Artıq marketinq bunları da nəzərə alıb həmin analitika nəticəsində reklama çıxmalıdır ki, həmin dediyimiz, o xərclədiyimiz pul batmasın. Çünki biz aqressiv, bizdən hirsli müştəriyə hər hansı bir yeni kampaniya göndərsək, o böyük ehtimal onun adresi ilə qarşılayacaq və ciddiyə almayacaq. Biz elə əskisinə olaraq o müştərinin problemini həll edib, onu yenidən özümüzə qazandırıb, sonradan ona kampaniya göndərək. Ona qədər biz ona layallıq proqramı ilə yanaşaq. Ona hər hansı bir endirimlər edək. Ola bilər, belə deyək, bizdən məhsul alıb, amma servisə müraciət edib, məhsulunda problem var, servisini pulsuz edə bilərik və hər hansı bir endirim edə bilərik ki, o müştəri razı qalsın, getməsin. CRM-in ilkin, belə deyək, köməyi bizə nədir? Bizim müştərini buraxma, yeni müştərini gətir. Eynən. Yəni CRM-in əsas ana məqsədi Fuad bəyin də dediyi kimi retensiyadır. İndi başqa tərəfdən indi o profil məsələsinə mən əlavə eləmək istəyirəm. İndi Fuad bəyin dediklərinə də bir balaca əlavə istəyərdim gətirim. Tərəfdən, məsələn, çox yaxşı qeyd elədi ki, müəllim marketinq necə istifadə eləyir, call center necə istifadə eləyir həmin profildən. Yəni ümumiyyətlə CRM-in belə deyək də bünövrəsini qoyanda biznesdə indi təbii ki bu CRM fəlsəfəsi izah olunur hər kəsə və s. və ilaxır, amma burada o necə ki müştəriyə toxunuş nöqtələri var, CRM-ində biznes daxilində toxunuş nöqtələri var da. Məsələn, bir nöqtəsi, əsas nöqtəsi marketinqə toxunur, o biri sales, o biri servisə, o biri supporta, o biri nə bilim nəyə. Düzdürmü? Məsələn, call center'a çıxan profil məlumatlarına bəlli bir onay verirsən ki, bu məlumatlar çərçivəsində call center bunu görməlidir. Okay? Məsələn, orada müəllimin qeyd elədiyi mütləq şəkildə identifikasiya məlumatını görməlidir. Biznesdən biznesə fərq var. Elə biznes var ki, deyəcək ki, şikayətləri də görsün. Əslində o doğru olmazmı ki, şikayəti görsün? Çünki zəng eləyən insanın daha əvvəl rastlaşdığı yenə də biznesdən biznesə. Yəni bu CRM qəlib deyil. Biznesin bir daxili siyasəti var, bir də CRM-in öz fəlsəfəsi var da. Biznesin daxili fəlsəfəsi ilə CRM-in fəlsəfəsi, belə deyək də, o CRM-in ora tətbiqi, yəni installment deyək də, yeni tətbiqinə başlamışlar və konsultativ formada məsləhətləşilir. Necə biz görürük bunu? Niyə belə istəmirik və ya belə istəyirik? Məsələn, belə biznesi var ki, belə çıxmasın, call center'ın resurs problemi var call center'da və hələ bir müddət o şikayətlərin görülməsini istəmir. Niyə? Çünki call center'ın belə deyək də konsultasiya zamanı artacaq, bir nəfərə düşən zəng sayı azalacaq və s. və ilaxır. Yəni bir müddət belə getməsini istəyir, bir müddətdən sonra bəlkə şikayət tərəfində aktiv eləyəcək call center. Fikrimi çatdıra bildim. Yəni bu planlı şəkildə, yəni olmalıdır, olmamalı deyə bir şey deyil. Hansısa bir nöqtədən başlayıb təkmilləşə gedə bilər. Eyni qaydada məsələn marketinqə, məsələn müəllimin də dediyi kimi düşən hissə var profildəki. Marketinq məsələn müştəri profilini daha geniş görə bilər. Tək identifikasiya datası deyil, əməliyyat datasını da görə bilər ki, bu müştəri özündən nə göstərir? Yəni şirkətdə elədiyi dövriyyə görə, şirkətdə elədiyi məsələn customer lifetime value nöqteyi nəzərdən və s. Yəni toxunduğu nöqtələrdən asılı olaraq müştəri profili genişlənə gedə bilər. Və satışın proqnozlaşdırılmasında necə bir rol oynayır?
Forecastların verilməsində də böyük rol oynayır. Çünki dediyimiz kimi də, yəni bu datanı yığır. Data artıq aylar, həftələr və günlər analitikasında rahat istifadə olunur. Və siz hər hansı bir kampaniyanı verəndə buna oxşar öncəki kampaniya olub. Burada artıq məntiq işləməlidir. Yəni hər kampaniyanı da öncəki kampaniya müqayisə etmək lazım deyil. Çünki ola bilər ki, bu kampaniya öncəki kampaniya bayram aylarına düşüb. Bəli. Onun satış tarixçəsi başqa olacaq, davranışı başqa olacaq. İndiki kampaniyan artıq sənin belə deyə bayram aylarına düşmür və ya o fəsil olaraq qışa düşüb, bu yaya düşüb. Deməli sən nə etməlisən? İstər ya özünə oxşar ayla müqayisə etməlisən öncəki ilin. Öncəki il əlbəttə ki, səndə artıb ümumi satış artırsa, payın üzərinə gəlməlisən, bəli. Və ya həftə müqayisəsi edirsənsə, özündən öncəki həftə, özündən öncəki ayın eyni həftəsi və özündən öncəki ilin eyni həftəsi ilə müqayisə etsən, bu sənə daha dolğun məlumat verəcək və sən forecastlərini rahatçılıqla verə biləcəksən. Yəni sənin ardında əlində rəqəm var, standart artım rəqəmi var. Sənin öncəki kampaniyaların efficiency var əlində və sən bu kampaniyanın müəyyən efficiency-ni büdcəyə uyğun hesablayırsan, üzərinə gəlsin ümumi artım faizini və rəqəmi real olaraq oradan çıxartmaq mümkündür. Əla. Maraqlıdır ki, Azərbaycanda nə qədər şirkət bunu edir? Reallıqdan. Mən deyərdim ki, İri şirkətləri qoyuram bir kənara. Onsuz da o CRM-si düzdür, bəzilərinin var, bəzilərinin yoxdur, amma yenə də onları qoyuram kənara. Mənim başqa bir sualım da yarandı. Aha. Onu edirlər indi marketinq sahəsi onu onsuz da etməlidir. Çünki belə deyək də, ola bilər o etmir, amma onun rəhbəri ondan onu tələb edirsə, o məcburdur etməyə və indi də analitikasız büdcə düşünmürəm də şirkətlərə verirlər ki, rahat ki, xərclə. Öncədən daha relaks, daha belə də geniş xərcləmək olurdu. Ən pis bilirsiniz nədir Fuad bəy? Elə büdcəni analitikasız verirlər. Ya da ki, əksər şirkətlərdə. Ya da marketinq rəhbərdən tələb edir. Yəni reallıq odur da. Məlumat verir. Mən deyərdim, yaxşı olardı ki, marketinq direktoru belə deyək də və ya departament fərq etmir, qurumdan, strukturundan asılı olaraq büdcəni o yəqin ki, özünün tabeçiliyində olan hər bir şirkətin rəhbərindən alsın. Çünki düşünürəm almır. Düşünürəm alır. Ola bilər burada rəhbərliyə təqdim olunanda rəhbərlik də orada büdcənin sıxılmasını istəyir. Çünki ona da maraqlı olan o təbii ki, az xərcə maksimum nəticə əldə etmək. O baxımdan düşünürəm ki, o eləyirlər. Çünki elə məsələlər bazarda qalmaq çətinləşib. Öncədən çox rahat idi. İndi belə deyək də müştərilər də belə analitik düşüncəyəm. Dediyimiz kimi artıq biz özümüz də bir müştəriyik. Niyə biz də araşdırırıq məhsul alanda? Öncədən nə edirdik? Gedirdik, gördüyümüz məhsul alırdıq. Ancaq inam görməyə, toxunmağa idi. İndi artıq onlayn satış edə bilirik. Niyə? Çünki araşdırırıq, öyrənirik, feedbacklərə baxırıq. Öncədən alıcıların məhsul haqqında belə deyək, məlumatına və ona inanıb ala bilirik. Buna eləməsələr, yəni bu büdcələr analitikası aparılmasa, o şirkətlər çox qalmayacaq. Mən məsələn, çox qalmayacaq, əslində qala bilirlər, amma fiziki qalacaq. Faktiki olaraq yaşayırlar da indi bu dəqiqə fəaliyyət göstərir. Yəni mən niyə deyirəm bunu? Adi bir sualda tutaq ki, hansısa bir büdcə analitikasından danışdıqda burada analitik metod ortaya çıxır və yaxud da ki, büdcə təyin etmə metodu ortaya çıxır. Siz istənilən bir şirkətə verin, mən əminəm bunda. İstənilən bir 10 şirkətə sualı verin ki, siz marketinq büdcəsini, yəni marketinq büdcəsi nə deməkdir? Marketinq əslində şirkətin böyüməsi üçün ayrılan büdcədir, düzdürmü? Siz bu hansı metodla təyin edirsiniz bu büdcəni? Əksəriyyəti deyəcək ki, keçmiş təcrübə üstünə gəl inflyasiya. Düzdürmü? O da o metod növüdür ki, şirkəti önə aparacaq metod növü deyil. Yəni, hədəf yönümlü deyil, düzdürmü? Yəni, strateji metod var, nə bilim, hədəf yönümlü təyin etmə var, satışdan faiz metodu var, nə bilim, bla bla bla. Hərəsinin avantajı var, disavantajı var. Bizimkilər klassik formada. Keçən il hansı işləri görmüşdük, nə bilim mən, filan saytlara filan şey yerləşdirmişdik, nə bilim, CRM-ə 3 dənə kampaniya eləmişdi, bu qədər pul getmişdi. Əla, götür növbəti ilə əlavə ilə inflyasiyanı gəl üstünə, bahalaşmanı, nədirsə, qutardı, getdi. Bu da oldu baxma ki, olan kampaniyalar sənə necə gəlir gətirib, yəni itirmirsən yoxsa yoxdur bu şey. Yoxdur bu şey. Mən hətta biraz üzərinə gələrdim. İndi bilirsiniz nə bu CRM dediyim kimi boom kimi gəldi, artıq rəhbərlər. Yoxdur deyirəm, üzr istəyirəm. Yəni bütün əksər şirkətlərdə yoxdur. Yəni indi hansındasa yox, böyük şirkətlər məcburdur onu etməyə, bazarda qalmaq üçün. Yəni bu CRM gəldi və şirkət rəhbərləri hamısı büdcə ayırırlar ki, biz CRM alaq.
Adını çəkməyəcəm, öncədən qarşılaşdığım bir şəxsidir. Yəni CRM büdcəsi də balaca bir büdcə deyil, yəni yaxşı CRM toolu balaca bir büdcə deyil. Ayırdılar. Mən başladım, araşdırdım ki, birinci datanı təmizləyək. Çünki data yoxdursa, CRM alıb gətirib bura qoyandan sonra belə stəkanı qoydum, içinə su tökə bilmirsən. Bu stəkan burada boşuna suvenir kimi qalacaq. Mən bunu stəkan kimi istifadə edə bilməyəcəm. Və rəhbərliyə dedim ki, siz o boyda büdcəni ayırmağa ehtiyac yoxdur da. Bu yəni 5-10 manat deyil. Çünki siz onu ayırandan sonra elə düşünürsüz ki, o gələcək və belə deyək, fokus edərək sizə hədiyyə pul gətirəcək, olmayacaq belə. Sizin birinci onu işləmək üçün o acdır. Ona data verin, yemək verin. O datanı analiz edəndən sonra sizə verəcək. CRM tooldan əlavə isə sənin orada olan CRM menecerindən belə deyək. CRM nədir əslində? CRM qeyri-fövqəl bir heç nə etmir. CRM ora CRM menecerinin, marketinqin sorğularına əsasən trigger yaradılır və ya kampaniyalar edən bunu insan deyənə. Yəni məntiqdən irəli gəlir. İstər onun analitikası, istər kampaniyanın çıxışı. Mən dedim, gəlin tool almayaq, gəlin bazamızı təmizləyək ilkin növbədə. Sonradan siz məndən marketinq olaraq nə istəsəz, mən sizə segmentə bölüb verəcəm və siz o kanallardan çıxın istədiyinizə. Sonradan gəlin, normala düşəndən sonra o CRM tool alaq, artıq mən etməyəcəm də, bir dəfə edəcəm və avtomatlaşacaq bu. CRM odur. Nədir? Ad günündə tətiklədirlər də trigger. Ad günündə siyahıya bax, kimin bu ad günündə SMS göndər, təbrik elə. Onu sən CRM tool olmasa, insan da edə bilər. Gündə bir dəfə girdi, analitikasını apardı, göndərdi SMS. Amma o toolun büdcəsi çox böyükdür. Yəni, hamı ona həvəslənib o büdcəni almaqla deyil. Siz dediyiniz kimi, ya büdcəyə nəzarət edmirlər, ya da həvəsə düşüb o boyda böyük büdcələr alırlarsa, o da deyirlər ki, bəs niyə işləmir bu? Niyə işləmir? Çünki sizin buna hazır deyiliniz. Tək marketinqli deyil axı. Sənin satış komandan böyük bir qüvvədir. Çünki belə deyək də, o da sferadan fərqlidir. FMCG-də məsəl üçün satış həm də sənin front ofisindir. Müştəri üzündür də, işte ilk qarşılaşdığın. Digərlərində olur, front ofislər ayrı olur, satış ayrı olur. Yəni onlar hazır olmalıdır. Datanın birinci hissəsini oradan yığacaq. Çünki müştəridən datanı o yığacaq. O yığmaq istəməsə, sən onu nə qədər də belə deyək, məcbur etsən, artıq necə olur? Ya müştərini elə bir maraq yaratmalısan ki, müştəri özü gəlsin ki, mən datamı verirəm. Hər hansı bir təşviqlə anlatır yəni. Və ya sən işçində maraq yaratmalısan ki, o müştəridən o datanı alsın. O biraz çətindir o baxımdan. İndi də biraz vəziyyət elədir ki, işçilərin vaxt hesabı, işdə yük hesabı, belə iş yükü hesabından o datanı maraq olmasa yığmayacaq. Bir də məsələn indi tez-tez olur da məsələn görüşürük şirkətlərlə ya indi təsadüfən xəbər alırıq, bir insight məlumat olur və s. və ilaxır. Yəni məlumatlıq səviyyəmdə yenə deyirəm, ola bilər ki, bu məlumatım xətalı olsun, amma elə bir şirkət qarşıma çıxmayıb ki, sual verim, sənin retensiya faizi nə qədərdir? Churn rate-in nə qədərdir? Şirkətin məhsul belə deyək də, sahəsi buna konkret cavab verə bilsin. Yəni mənə bəzən də gəlir, qəribə gəlir ki, biz sevirik əslində nəzəriyyəni. Nəzəriyyəni yox, nəzəri davranmağı. Çox sevirik. Öyrənirik, tərifləyirik, tərif öyrənirik, daha doğrusu, nə bilim, falan eləyirik. Amma tətbiq tərəfində bir növ öz fantaziyalarımızda yaşayırıq. Bildiniz nə demək istəyirəm? Burada mane olan insan faktorudur, yoxsa texnoloji amil? Hər iki tərəf var. Yəni, həm mənim şəxsi fikrimdir, həm mütəxəssislərin burada problemi var. Çünki rahat bəhanə uydura bilirlər. Şərait yaratmada etmədi. Müəllim görün, maşallah, gör, hardan gəlir? Call center'dan da, düzdür? Oradan böyüyə gəlib, səy göstərməsi alınardı bu. Demək ki, istəsə eləyərdə insan, düzdürmü? Bir, məsələn, istifadəçi tərəfdən, yəni mütəxəssis tərəfdən, digər tərəfdən isə şirkət tərəfdən. Çünki şirkətin özünün də, belə deyək, o ən pisi bilirsin, deyəndə qayıdıb gəlir, mən məcburam, o fikrə qayıdmağa, şirkət strategiyasını bilmir ona görə, məqsədin, hədəfini bilmir ona görə. Hamısı gəlir, yenə də strategiya söykənir. Ki, bu hansısa hədəfə yolu necə getməliyəm, o yolu bilməyəndən sonra o CRM-in dəyərini necə hiss eləyəcək? Bəli, mən tam razıyam sizdən. Ona görə bəzi şirkətlər hal-hazırda sual doğurur ki, CRM
şöbə olaraq marketinqin içində olsun, yoxsa ayrı bir güc olsun. Görürsüz? Mən ona görə öncədən sizə dedim ki, CRM menecer də belə deyir. Onun başında duran insanın həm gücü onun savadıdır. Fiziki gücdən getmir söhbət. O sözünü rəqəmlərlə çıxardıb, çünki o üzbəüz gələcək. Fərq etmir də. Salesla da, satışla da üzbəüz gələcək, çünki onun minuslarını üzə çıxardacaq. Rəqəm bundadır. Marketinqlə də gələcək, çünki onun kampaniyası fail olursa ilk o biləcək. Və istər müştəri xidmətləri ilə də gələcək, çünki onun əlində bütün data var. Ona görə o gücdür əslində. O baxımdan strukturu Əli bəy dediyi kimi düzgün qurmaq lazımdır. Şirkət öz birinci istədiyini bilməlidir. Mənə bu CRM lazımdır, lazım deyil. Necə kömək eləyəcək mənə bu yolda? Bunun üçün də mən bu CRM-i necə eləyim? Necə qurum, hara salım, necə istifadə edim? Çünki CRM özü fərqlidir. Satış sahəsi elə CRM-lər necə? Məsələn, FMCG CRM-i və ya elektronika CRM-i daha dərin, daha geniş, çünki müştəri axını böyüdür. Hər hansı bir avtomobil satan şirkət olsa, onun CRM-i daha sadə olur. Çünki orada nə olur? Müştəri ilk girir, maraqlanır məhsul yoxdur və ya o komplektasiya yoxdur. Müştəridən əlaqələri aldılar, yığdılar, belə deyək, lead formatında qalır. Sonradan məhsul gələndə artıq çağırır, ötürür bunu ki, zəng vurun, keçir dila və dilin formalaşması var da, hansı progresslərdən keçir, hansı mərhələ. Orada çox da çağrı mərkəzinə ötürdü, o zəng vurdu, gəldi müştəri. Artıq satış. Satış dedi, hə, mən okeylədim, göndərdim, kredit istəyir, keçdi kreditin üstünə. Müştəri onun heç birini görmür. Bu arxa planda baş verir və bütün funelləri gəzir o sorğu. Və onunla da müştəri datası yığılır. Sonradan o datanı nə edir? 5 ildən sonra yeni model gələndə istifadə edib yenidən o müştəriyə çıxa bilər ki, yəni ağıllı tərpənsə, sən o avtomobilini gətir, bizə yenidən qaytar. Necə xarici şirkətlər, bir misal çəkməyə gəldi, elə Apple özü Amerikada necə işləyir? Mobil operatorlar vasitəsilə telefonları müştəriyə satır. Sonradan həmin müştəri rahatçılıqla gəlib o mobil telefonu qaytarır və yeni modelli endirimli qiymətdən fərqi ödəyir və götürür. Çox rahat. Bu da eyni sistemi qura bilərlər. Məsələn, çox sadə bir misal gətirim, müəllimin sözünə qüvvət. Təsəvvür elə ki, strategiyan, araşdırma ilə, təhlillə falanla strategiyan çıxıb ortaya, hədəfin bəllidir və strategiyada sən görürsən ki, əslində o müştəriləri xoşbəxt etmək üçün, yəni sənə daxili müştərilərin xoşbəxtliyi birinci növbədə lazım imiş, məsələn deyirəm. Kimi çatıra bildim? Yəni, ora gedən yolda, o hədəfə gedən yolda şirkət daxili müştərilərin, yəni əməkdaşlarını həm də xoşbəxt etməlisən. Məsələn, strategiyada belə bir nüans çıxa bilər sənə, yol göstərə bilər ki, buna fikir ver, düzdürmü? Amma CRM-i, baxın, indi buradan CRM-ə keçid verirəm. Okey də demək, strategiya sənə mesaj verdi ki, əgər sən CRM istifadə eləyəcəksənsə, HRM-i yaddan çıxartma. Yəni, CRM-in bu imkanından da istifadə elə. Fikrimi çatıra bildim. Strategiya yoxdur deyə, adam bilmir, PRM tərəfini istifadə eləsin, eləməsin, HRM tərəfini istifadə eləsin, eləməsin. Bilirsən, ancaq bir dənə fokus odur ki, CRM çöl müştərilərin, çöldəki müştəridə, yəni şirkətdən kənar müştərilər üçündür. Ən çox faydanı onun üzərində götürəcək, amma düşünmür ki, daxili əməkdaşların idarə edilməsi üçün də mən bunu istifadə edə bilərəm. Təbliğatım üçün istifadə edə bilərəm. Bir misal gətirim sizə, şirkət o tərəfdən yeni müştəri qazanmaq, bazar payını artırmaq, bu təbii ki, böyümək istəyən şirkət üçün əladır. Bu biri tərəfdən də sən resurslarını düzgün, necə deyim, investisiya eləyə bilmirsən. Yəni, sən investisiya eləyirsən Fuad bəyə, Fuad bəy gəlir 6 ay çalışır, sən də çıxır gedir. Sən o müştərinə əlaqələri idarə eləmək üçün bir daxili müştərilərin əlaqələri birinci başda gör, idarə edə bilirsən, yoxsa yox. Birinci deməyim, paralel deyim də, belə deyək. Yəni, belə bir statistika var, indi buraxılışın əvvəlində siz bir statistika gətirirsiniz, birində mən gətirim, deyir, bu da yəni beynəlxalq statistikadır. Mənbə təəssüf ki, yadından çıxıb artıq hansı mənbəyə əsasən idi. İzləyicilər üzrlə hesab eləsin. Belə bir ifadə var ki, deyir, yeni əməkdaş cəlb eləmək köhnə əməkdaşı itirməkdən 9 dəfə bahadır. Kimi çatıra bilir, nə demək istəyirəm?
Bunu çoxdanan təlimdə bəli paylaşmışdınız, xatırlayıram belə bir şey. Yəni yeni əməkdaşı cəlb eləmək köhnə əməkdaşı itirməkdən 9 dəfə bahadır. Yəni sən əgər öz əməkdaşlarınla əlaqələri idarə edə bilmirsən, əl xüsusda məsələn bayaq dediniz FMC retail ki, satış bizim üzümüzdür və s. və ilaxır. Əgər bununla əlaqələri idarə edə bilmirsənsə, CRM orada sənin üçün sözünüzə qüvvət gəlib bir sehirli bir qüvvə olmayacaq. Nə qədər get arxada nə qədər data analiz edirsən elə, bunu sən icraya keçirdə bilmirsən. Nə qədər kampaniya edirsən elə. Yenə də bilirsiniz nə olacaq? Bir növ bizim elədiyimiz bu sales promotion kampaniyaları yoxdur. Bəli, satış. Bunun başqa bir növü. Bəli. Hə, əvvəl CRM-siz eləyirdi, indi CRM-lə eləyirik. Adı CRM, içi eyni. Hə, eyni. Məndə bir sual yarandı. Yeni əməkdaşı cəlb etmək çətindir, yoxsa köhnəni saxlamaq daha başa gəlir? Orada biraz məndə şey yarandı. İstəyirəm Tayyip birdən kimdəsə Yeni əməkdaşı cəlb eləmək daha başa bax. İndi o məsələn açıq məsələdən ibarətdir. Tutaq ki, Fuad bəy 2 ildir olduğu yerdədir, çalışır, inkişaf eləyir, təlim alır, nə bilim, adaptasiya olub artıq mühitə və s. və ilaxır. Görün, şirkət əməkdaşı, məsələn, tutaq ki, Allah uzaq eləsin, ovadan uzaq, Fuad bəy itirdi. Misal üçün, düzdür. Fuadı itirdi. Bu hissəsi çıxartacağım, aha. Yox, çıxartmayın da qalsın. Fuadı itirdi, düzdürmü? Yeni əməkdaş cəlb edir. Hələ yeni əməkdaş öyrəşənə, hələ oradan başlamırıq. Nə qədər müddət çəkəcək onu tapmaq? Xərcdir axı. Bəli, düzdür? Bu söhbət şeydən getmir, job search-ə xərclədiyin puldan getmir. Yox, əlbəttə. O postu boş qaldıqca sənin itirdiyin o cost of opportunity-dən gedir. İtirdiyin fürsətlər var, düzdürmü? Düzdür. Bu tərəfdən bir kosta bax ki. Ondan sonra onu tapdın adaptasiya dövrü. Orada itirdiyin bir kost var. Ondan sonra təlimləndirmə, nə bilim falan. Yəni bu gəlir çıxır 9 dəfə bahasına. Fikrimi çatdıra bildim. Aydındır. Yəni, o deyirlər bizim şirkətlər deyirlər, əvəz edilməz insan yoxdur. Qardaş, pul var minnət. Nə qədər istəyirsən adam əvəz elə ilə. Ondan sonra yetişdir də bunu. Buraxılışımızın sonuna yaxınlaşdıq artıq və mən istərdim son bir sual da verim. Bir sual sən burada olmadığına bir dənə söhbət getdi. Bəli, buraxılışımızın sonuna yaxınlaşarkən mən bir dənə də sual vermək istəyərdim ki, CRM-i toplayarkən təkcə demoqrafik məlumatlar kifayət edir, yoxsa davranış da orada olmalıdır? Demoqrafik məlumatlar, belə deyək, var standart məlumat. Bunun içində dediyimiz kimi yaş, cins, region. Bəli. Sonra gəlir CX hissə. Yəni müştəri təcrübə. Qonağa verdi sualı. Mən ola bir dənə onu tez deyim. Mənim balaca uşaqlar kimi də qoyma. Mən də olar mən deyim. Düşəydim mən bugün gəlməzdim. Aha. İdentifikasiya datası, əməliyyat datası, psixoqrafik data, marketinq datası. Aydındır. Mən qonağımızla qutarmaq istəyirdim müəllim. Aha, buyurun, əlavəniz varsa. Əməliyyat datasında, yəni davranış datası. Bəli. Nə qədər alıb, nə qədər həcmdə alıb, neçə dəfə alıb. Bundan öncə dediyimiz kimi istənilən yerdə müştərinin bütün təmas nöqtələrinin data yığılır. Sonra müştəri davranışları artıq onun istər satışına, istər zənginə əsasən qurulur. Necədir? Yəni Azərbaycanda biraz bu şeydir də, yəni fərqli yanaşmadır. Məsəl üçün profilə baxırsan kişi profilidir, amma işlədən həyat yoldaşıdır. Bu artıq davranış da ona görə dəyişir. Sən davranışdan onu bilirsən. Sən baxırsan ki, al olaraq belə ad soyad kişi ad soyadıdır. Amma aldığı məhsullara əsasən baxırsan ki, bu daha çox qadına təmizlik vasitələri, düzdür, kişi ala bilər. Amma orada nüanslar var da. Detallar var orada. Detallı. Yəni datanın bu CX tərəfi mərdişlərinə əsasən sən müştərinin kişi qadın olmağını adla yox, artıq vərdişlə müəyyən edirsən və onun evli subay olmağını da elə bilirsən. Çünki subay adam düşünmürəm uşaq bez alacaq, uşaq yemək alacaq. Bunu niyə alsın? Artıq bunu ailəli adamlar alır da. Bu baxımdan o data analizi gedir və nə olur? Əgər uşaq bez alan adam bildiyi, baxırıq ki, bizdən nəm salfetka, yəni uşaq üçün nəm salfetka almır. Düzdür? Biz onu ona göndərək. CRM orada işləməyə başlayır. Bezi alır, digər hissəsini almır. O məhsulu gəl biz ona verək, ya kampaniya kimi verir. Bəlkə bahada almır. Düzdür. Ola bilər onu bir kampaniya eləyək, bir paket şəklində verək ki, bu hamısı birlikdə bu qiymətə. Həm müştəri xoş olacaq, həm mənim məhsulum satılacaqdır, orada stokda qalmaq əvəzinə gedəcək. O yenə də vərdişlər artıq başlayır müştərini segmentə bölməyə. Müştəri segmentə həm dövriyyədən bölmək mümkündür,
həm region olaraq bölmək mümkündür, həm vərdiş olaraq. Bu artıq yenə də bu çox dərindir də. Yəni 1 saat söhbətində bu bitirmək mümkün deyil bu mövzunu. Bu əsas artıq sənin məntiqinə uyğun olaraq, sənin tələbinə olaraq formalaşır ki, bu kampaniyanı mən kimə göndərəcəm? Regionu bölüm, vərdişə bölüm və ya onun mənə layihə olmağına bölüm. Bir dənə haşiyə çıxan burada biri var market driven, bazar yönümlü. Bir də var market driving. İndi sən bilirsən, biri var bazara yönəlirsən, bir də ki, bazarı idarə edirsən. Bəli. İndi müəllimin dediyi, tutaq ki, CRM-ə aid eləsək, fakt olan vərdişlərə əsasən nəticə çıxartmaq. Nə gözəl olardı ki, bizdə o gün gələrdi ki, biz CRM necə yeni vərdişlər yaradıb bizim bazarda ondan danışardıq. O başqa şey. Maraqlıdır. Bir verilişdə inşallah o vərdişlərlə bağlı danışarıq. Çox təşəkkür edirəm. Çox sağ olun. Maraqlı bir saat keçirdik. Düzdür, saat olmadı. Mən çalışacağam ki, artıq marketinq toksu bir 45 dəqiqəyə yendirim, amma heç cür eləyə bilmirəm. O 45 dəqiqədə sığmır. Mən imkan vermirəm. Yox, ümumi olaraq söhbət çox maraqlı keçir və mən də istəyirəm ki, bizi izləyənlər deyinə bilərlər ki, çox uzundur. Yox, sənə lazım olan məlumatlar varsa, istəyir 2 saatda olsun, sən oturub onu izləyəcəksən. Ona görə də kiminsə deməyinlə eləmirik, amma çalışıram biraz yığcam eləyim ki, vaxta qənaət baxımından indiki dövrdə uzun videolar çox da izlənilmir. Çox təşəkkür edirəm Fuad bəy. Çox sağ olun. Çox maraqlı söhbət oldu. Mənim üçün də çox maraqlı pointlər, qeydlər oldu ki, mən onu da özüm öz tərəfimdən araşdırmalar eləyəcəm. Düşünürəm ki, CRM mütəxəssisi olmaq istəyənlər, ümumiyyətlə bu sahədə çalışanlar üçün də maraqlı məlumatlar oldu. Çox sağ olun. Söz verdiyimiz kimi CRM bir buraxılışından tam fərqli bir şeydir. Bəli, eyniliyindən tam fərqli. O biraz daha giriş istiqamətində, düzdür, orada da toxunduğumuz məqamlar olmuşdu, amma burada biraz daha geniş açdı. Onsuz da belə iddialıyam, yəni o qədər iddialıyam ki, Azərbaycanda yeganə bu qədər buraxılış davam edən podkast varsa, o da Marketing Talks'dur. Yəni kimsə varsa gətirsin, desin ki, 79 sizdədir, məndə də 80-ci buraxılışdır. Gəlsin desin. O qədər iddialıyam, yoxdur. Marketing sahəsində dəqiq yoxdur, onu 100% bilirəm. Ona görə də bu 80 buraxılışlıq bir təlimdir, 80 buraxılışlıq bir proqramdır. İstədiyiniz mövzu ilə bağlı fərqli mütəxəssislərin dilindən maraqlı məlumatları əldə edə bilərsiniz. Və mən sonda yenə də sponsorumuza təşəkkür etmək istəyirəm ki, bugünkü buraxılışımızın ərsəyə gəlməsində Oba Marketlər şəbəkəsində yalnız orada satılan Aləmşah çayı, çayzadə olaraq bəhbəhlə deyirəm bunu və havalar da sərinləyib, qəşəng dəmləyirsiniz. Bilmirəm, indi yəqin ki, buraxılışda artıq çayınızı dəmləyib oturub çay haqqında danışanda çayla bir yerdə izləyirsiniz və hər gün sularda ki, mütləq hər gün su içilməlidir. Bu iki məhsulu da yalnız Oba Marketlər şəbəkəsindən əldə edə bilərsiniz və diqqət etmisinizsə, Oba Marketlər şəbəkəsi demək olar ki, artıq şəbəkələrini dəyişdiriblər. Daha böyük, daha geniş, fərqli məhsul çeşidləri ilə. Ən çox da nəyi bəyəndim? Mən Təbriz küçəsi tərəfdə daxil oldum mağazaya. Təzə orada hər gün diyetaya olmama baxmayaraq orada isti pişirib satırdılar müəllim. Hər gün şirniyyat var. Obanın yeni konsepti olan mağazalarında bütün o belə deyək də keçmiş bir algı var idi. Obanın təqribən mağazasına girsəm hansı şəraitlə qarşılaşır. Bəli. Tamam bunu pozublar, yəni itiriblər. Yəni girirsən deyirsən ki, çıxıb bir də baxırsan ki, obaya girdim mən. Doğrudan elə oldu. Mən elə elədim. Çünki girdim, bilirdim ki, orada təzə açılıb, yerin dəyişmişdi. Çıxanda mən bir də baxdım, bəlkə mən rənglərə görə çaşdım da. Yəni baxdım ki, yox elə Oba marketlərə daxil olmuşam. Əlbəttə ki, əgər sizin yaşadığınız bölgədə hələ də dəyişməmişsə, tələsməyin, yavaş-yavaş. Çünki Azərbaycanda ən çox market şəbəkəsinə malik olan marketlər şəbəkəsidir və bunlar da yavaş-yavaş marketlərini genişləndirirlər, dəyişirlər sizə xidmət göstərmək üçün. Və son olaraq bizim keçən belə deyək də tətildən əvvəl YouTube platformamızda yayımlanan ən son verilişdə şərh yazanlar arasında bir nəfər seçəcəm ki, ona parlaq imzalardan bizim tərəfdaşımızda söz vermişik. Əslində tərəfdaş deməyim də biz onlara söz vermişik ki, Azərbaycanda kitab oxuma vərdişinin yaranmasına heç olmasa 0,00001% belə deyək ehtimal varsa artma, kömək etməyə biz ona dəstək olmağa hazırıq. Əlində gördüyünüz bu kitablar bizim ofisə göndəriblər.
hal-hazırda haqqınıza halal edin. Bunu mən özüm götürmüşəm, oxuyuram. Bunu ikinci özüm oxuyuram. Bunu hələ hədiyyə eləməyəcəm. Oxuyub qutarandan sonra səliqəli oxuyuram. Amma digər 2 kitabı hədiyyə eləyə bilərəm. Və yaxud da sizin özünüzün arzuladığınız bir kitab varsa, yazın. Bəlkə parlaq imzalarda varsa, elə mən o kitabı sizə hədiyyə eləyərəm. Amma baxım görüm nə kitab. O romandır mənim. Mən belə şeylər oxumuram. Siz oxumursunuz onu. Mən dincəlmək üçün bu aralar biraz romanlara da üstünlük verirəm. Çox bəsdir, kifayət qədər məlumat əldə eləmişik. Mənim romantikam sıfırdır, hamı deyir onu. Yo, bu romantika deyil müəllim. Özüm deyirəm, bilirəm. Romantika deyil. Mən Jane Austenin əsərlərini çox sevirəm. Çox maraqlı yazı tərzi var. Ona görə də elə onu əslində oxuduğum kitabdan onu təzədən bir də oxuyuram. Bu da ayrı bir vaxt itkisi. Axırıncı 78-ci buraxılışımızda bizdə Adilzadə Yusif yazıb, biz də ona keçən dəfə hədiyyə vermişəm. Ona görə bu dəfə kitab hədiyyə eləməyəcəm. Aydan Hüseynova, Aydan bizim Aydandır, mən ona da hədiyyə. Bizim əməkdaşdır. Bizim əməkdaşdır, ofisimizdə olur. İfşa elədik sən Aydan. O da oturur, oxuyur. Sonra Bəylər Əlizadə. Məncə Bəylər müəllimə hədiyyə eləyə bilərik. Yazıb Tural müəllim böyük bir məktəbdir. Yox, bizim əməkdaş deyil ki, o təlimin əməkdaşı. Mən bizim əməkdaş deyil. Bizim ofisdə oturmur faktiki olaraq. Ona görə də mən onun qəşəng bir kitabxanası var bu arada. Həmişə onlayn müsahibələrdə görürəm, arxada qəşəng kitabxanası var. Mütləq ona hədiyyə eləyəcək. Bəylər müəllim. Ona qalsa mən də müəlliməm orada. Nə olar ki, mən də kitab verim. Hədiyyə verəcək, söz verirəm. Tariq bəy, Nurman Tariq, Nurman bəy. Nurman bəy, xahiş edirəm, Əli müəllim cümlənin qəşəng biznes kitabı hədiyyə eləyərsiniz. Çox sağ olun, təşəkkür edirəm bizimlə olduğunuza görə. Həm səmimi söhbət oldu, həm sərimlə bağlı maraqlı məlumatları paylaşdıq. Növbəti buraxılışda bilmirəm kim olacaq qonağımız. Daha doğrusu bilirəm, amma hələ sizinlə paylaşmıram. Siz izləməyə davam edin. Yeni mövsümdə, yenə də ardıcıl şəkildə həftənin şənbə günü, başqa gündə ola bilər, fərqi yoxdur, əsas odur ki, yayımlanacaq. Görüşərik, hələlik. Hələlik, sağ olun. Thank you.